videonu kaydediyorsunuz. Bəli, bəli. Bundan Bonusunu əvvəl da atmadı. İkisini de atarsın da mənə. oldu mənim YouTube kanalımdadır. Kanalın linkini atarım sizə. Başlayaq. Deyir ki, DFN. Əvvəl başlayaq. Misal hardan başlayır? Baxın, misal buradan başlayır. Bu hissədən başlayır. Burada bizə deyir ki, ədədləri daxil edin. Transfer daxil etmişdik. 9 və 8 ədədləri idi. Dokuz və 8. Baxaq, 9 və 8 qiymətləri daxil edilir. Bir F-ni tapın. F-in 9'dur. Buraya yazdıq F9. M-də isə 8'dir. G8'i tapın. Sonra isə hər ikisini ortaq şəkildə yazın. Hər ikisini isə int tipinə çevirib, yəni adi natural ədəd kimi toplayın. Baxaq, görək burada S-imiz və S1-imiz hansı qiyməti alır. Baxaq, int tipində S-imizin qiymətinə, yəni F9'a baxaq. F9, F-imiz hansı hissədədir? F-imiz bu hissədədir. Bura gətirək yazaq 9. Burada deyir ki, 9 böyüdü mü N-dən? Nə qədər ki, hər deyir, proqramı dövrələtdirir. K-nın qiymətinə N-in 8-ə bölük qalığı götürürük. Sətr tipində K-nı, yəni 1-in üzərinə S əlavə edirik. Yəni ki, dırnaq içərisində 1 yazdıq. Baxın, bu elə bizim boş bir qutumuz. Sətr tipində. Sonra N-imizi bölürük 8-ə, tam qiymətini götürürük. Bu da təbii ki, yenə bir dəfə yerləşir. 1 götürürük. Sonra qayıdırıq yenə bölümümüzə. N-imizin qiyməti 1 idi. Deyirik ki, 1 böyükdürmü? Sıfırdan deyirik ki, hə, ikinci dövrümüzdə deyirik. Hər dediyimizə görə nə edirik burada? Dövrə davam edirik. K bərabərdir. Yenə N-ə baxın. N-imiz 1-dir. Məmlə 1 8-ə bölünür. Yox, bölünmür. Bölünmədikdə deyir ki, Değil mi? baxın, deyir 1, 1-i 8-ə böl, 1-i 8-ə böl. Qalığı götür. Elə birinin özünü götür. Öyle bu da birinin özünü. Bəli, bəli, özünü götürün. Bir sətr tipində K-nın, yəni 1'in deyir, üzərinə əlavə ilə S-imiz bayaq neçə idi müəllimlər? S-imiz bayaq elə 1 idi. Sətr tipində 1 idi. O da eləyir 2 dənə 1. Elə sətr tipində. Bu qiyməti aldıq. Yenə düşürük aşağı. Deyirik, n bərabərdir. 1'in 1 8-ə bölümü 0 götürürük. Bölməzsən alınan tam qiymət 0 eləyir. Yəni 0 tam. Bəli, bəli. Artıq növbəti dövrdə deyirik ki, 0 böyükdürmü? Sıfırdan. Yox deyirik və artıq neyləmiş oluruq? Dövrdən çıxmış oluruq. Dövrdən çıxanda da S-imizi bizə qaytarır. S-imizin də qiyməti müəllimlər nə idi? Dırnaq içərisində 1 və 1. 2 dənə qoşa 1. Deməli, burada bu nəyin qiyməti idi? F. F9-un qiyməti idi. Dırnaq içərisində 1. Sonra 8-ə baxırıq. 8-ə. 8 isə G8. G dəyişəni bu hissələr. Buraya yazdıq. 8. Bu müəllimlər faktiki parametrdir. Faktiki. Bu isə formal. Bura faktikidir. Bu formal. Bu formal. Formal. Bu faktikidir. Yəni bu faktik qiymət gətirib formalda yerinə qoyub yazın. Baxaq. Bir M-imiz böyükdürmü? Sıfırdan. Deyir ki, hə. Hə dediyimdə görə M-i 2-yə bölürük. M-imiz 8 idi. Qalığı götürürük 0. S1 isə sətr tipində olan P-ni, yəni 0-ın üzərinə S1-i, yəni eyni qaydalı dırnaq içərisində əlavə edir. Bu da eləyir dırnaq içərisində 0. Sonra baxırıq. M-imizin qiyməti 8 idi. 8-i 2-yə böləndə tam qiyməti neçə eləyir? Götürülür. Sonra qayıdırıq yenə dövrümüzə. Deyirik ki, ikinci dövrdə deyirik 4 böyükdürmü? 0-dan.
Deyirik ki, hə, böyükdür 4 sıfırdan. Buradan da yazırıq. P bərabər M'imizin qiyməti bu dəfə neçə oldu? 4. 4-ün 2-yə bölməsini alırıq. Yenə sıfıra bərabər olur. Bəli. Sonra gəlirik S1-ə. Həmin sıfırı mənimsədirik. Artıq S1-imiz 2 dənə sıfır olur. Dırnaq içərisində. Bəli. Yenə M2-yə bölürük, qalıq götürürük. Oradan da M bərabərdir 0. Qalıqımız yenə 0 eləyir. Bitti deyil. Yox, 0 niyə 2 eləyir cavab M-də? 2-yə bölürük də, hə, 2 eləyir cavab. Bəli, cavab 2 eləyir. Yenə bu dəfə də deyirik. 2 böyükdür 0-dan. Deyirik ki, hə, böyükdür. Yenə 4 eləyirik. P bərabərdir. Bu dəfə P-imizin qiyməti yenə M-in deyirik. Bəli, 2-yə bölməsə, qalın götür. P yenə 0-dır. S1-də isə növbəti dəfə cəmləyəndə artıq burada, bəli, 3 dənə 0 yaranmış olur. Baxın, 3 dənə 0 var. Sonra yenə yazırıq. M bərabərdir. Bu dəfə M-imizin qiyməti 2-dir. 2-yə bölündə 1 eləyir. Yenə qayıdırıq dövrümüzə. Deyirik ki, 1 böyükdür 0-dan. Yenə deyirik və dövrə düşürük. Davam edirik dövrümüzə. P bərabərdir. Burada yenə M-i deyirik ki, bu dəfə mənimlə M-imizin qiyməti 1-dir. 1-i 2-yə böləndə artıq 1 olur. Bəli, bölünmədiyinə görə artıq 1 verir. Bəli, S1-də isə hamısını cəmləyir. Neçə dənə 0 almışdıq? 3 dənə. Gətirik burada yanına. Baxın mənimlə, sizcə 1-i ayağa yazırıq, əvvələ yazırıq. Axıra. Dəqiq. Əvvələ yazırıq. Baxın müəllim. Niyə əvvələ yazırıq? Çünki ona görə əvvələ yazırıq ki, burada deyir, birinci P-nin üzərinə S1-i gəlir. Baxın, P-imizdə 1-dir də. Baxın belə, 1-in üzərinə, bax, dırnaq içərisində 1-in üzərinə 0, 0, 0 gəl. Təbii ki, birinci 1 yazılır. Birinci 1, sonra 0, 0, 0 yazılır. Min. Şeylər deyirsə, adamı gizəllər. Bunu yazmaq var. Yox, yaza bilərik. Mən əvvələ niyə yazırıq ki onu? Çünki mənim əvvəldə daxil. Yox, bu sıfırlardan biz sonda bir almırıq. Xeyr, müəllim, çünki bir əvvəldədir. Fikir verin, S1 əvvəldədir. Aydındır mı? Niyə bir yazdıq, min yazdıq? Çünki S1 bundan əvvəldədir. Baxın mənim, burada S1, bax, bu dəyişir. Onu demirəm, mən S1-i demirəm. Biz burada S1 belə deyək də, S1 aldığımız həmişə sıfırları ardıcıl düzmürük. Axırda da bir gələndə bir sıfırların arxasında dayanmır. Xeyr, burada toplama Python'dandır. Python deyir ki, 1-in üzərinə 0, 0 əlavə elə. Onda birinci yerdə bir dayanır. Riyaziyyatlar kimi deyil. Ha, bildim siz nətər deyirsiniz 0, 0, 1 kimi. Yox, riyaziyyatlar kimi deyil. Python fərqli işləyir. Python onu elə qəbul eləmir. Bəli, ondan sonra baxırıq. Aldıq M dəyişəninin qiymətini. M 1 idi, 1 də 2-yə bölünmədiyinə görə artıq 0 olur. M 0. M 0 olanda da növbəti dövrdə deyirik M 0 böyükdür 0-dan, yox deyil və dövrdən çıxır. Və bizdən tələb olunur S1. S1-imiz də mənim 1000. Yəni 1, 0, 0, 0. Burada nə eləyir? Deyir ki, int tipində S-i, birinci S-imiz neçə almışdıq? S-imizin qiyməti 11, bəli. Deyir 11-in üzərinə əlavə elə. Bu artıq int dediyinə görə sətir dırnaqlardan azad olur. Sətir tipindən azad olur. Üzərinə əlavə edirik mini. Təbii ki, 11-in də üzərinə mini əlavə. Bax, indi siz deyən kimi alın qiymət. 1011 alınır. Çünki adi ədəd kimi toplayır. Amma ədəd kimi toplamayanda, sətir tipində toplayanda gətirib yanaşı yazır. Ona görə bir arxasında 3 dənə 0 yazır. Cavab da alınır 1011. Cavabımız da 1011 edir. Kesin.
Hmm. Çok seçerim. Evet. Baxaq müəllimlər, return'dan baxın. Bu def çox sadə defdir həqiqətən. Paylaşın ne var mı ekran? 35 asap galiba. Bəli, görünür müəllimlər ekran? Def proqramın nəticəsini müəyyən edin. Foreign range 1-dən 3-ə qədər dövr edilir. İlqar müəllim, buradasınız. Bəli, bəli, bəli. Zəhmət olmasa bunun izahını deyin. Yazmamışam müəllim. Yazmamışsınız bunu. Xeyr, xeyr. Baxın. Burada bizə deyir ki, foreign range 0, 1, 2, 3 tane. 1, 2 her defa yerine koy yazın. Bəli, sadəcə en iyi yerini bir Bunu dəfə. yazmışım. Əla, bir dəfə 0, bir dəfə 1, bir dəfə 2 yazalım. Bu qaydada. 0 koyanda 3 Üçüncü yerine hazır yukarıda. Deyim müəllim, hər dəfə S n yazmırıq. N'in yerine bir dəfə 0 koyacağıq. Bir dəfə 1, bir dəfə 3. Və 2. O X'in yerine de 0, 1, 2 yazacağıq. Bəli, bu qaydada həll edilir. Bir dəfə 3 eləyəcək. 0-ın üstünə 3, 3, M'imiz 3 olur. Sonra 1'i gətirib qoyacağıq. 1'i qoyanda 5 eləyir. Və S1'imiz olacaq 5. M'imiz 3 idi. 3'ün üstünə 5, 8. Bir dəfə də 2 qoyacağıq. 7. 8'in üstünə 7, 15 eləyəcək.
Səsim eşidilir mənimlə? Bəli, mən. Samitdə problem oldu. Hop eləyir. Bəli, Bundan sonra rek eləyir, tullayır gedir də düzdür. bəli. Burada biri bizim Burada köməyimizə çıxır bilir. bərabər olana qədər davam edirik. Bəli, T hərfinin nə vaxt ki, T hərfinə bərabər varsa, şərt ödəyərsən, onda nə edirik? Artıq Doğru. dövrdən çıxırıq. Dövrdən çıxırıq müəllimlər, proqramdan yox. Və dövrdən çıxanda da artıq belə deyim, heç bir dəyişən çap edə bilmirik. Çünki dövrün sonunda deyil axı print. Çox maraqlı misaldır. Ona görə sox sözünü çap edirik. Tam başa düşdük müəllimlər bu tip misalımızı. Yazmışdım. Bəli, bəli. Otuz yeddidə mən cavabı başa düşmədim. Başa düşmədim də daha doğrusu sıfır aldım, amma 6 çıxıldım. Neçənci müəllim? 37 bundan sonraki. Ekranda paylaşım. Çox maraqlı deflər var. Ama bir de ahırda baktığınız olsa, siz ahırıncı dəfə tək bakın sual atmışdınız bir grupa. Bəli, bəli. Onun bir dənə baxarıq da ona da bilirsin. Bəli. Baxarıq ahırda. Bax. Bir 56.402 daxil edilərsə nəticəni müəyyən edin. Bir A böyükdür, sıfırdan deyirik, hə, birinci dövrümüzdə. A-nın 10-a bölünməsindən A-nın qalığı götürürük, 2. 2. Bəli. 5640. Burada isə müqayisə edirik. Deyir M kiçikdir mi K-dan? Bəli, M K-dan kiçikdir. K-mız 2-dir, M-miz 0-dır. Sonra deyir K, yəni 2. 2-ni 2-yə bölməsi A-nın qalığı 0-a bərabərdirmi? Deyirik ki, hə. Burada da şərtimiz ödəyir. Buna görə də M-ə K-nı mənimsədirik. Deməli, K-mızın, bax, o deməkdir ki, mənimlə. M-ə K-nı mənimsədirik. K-nın qiyməti neçədir? 2. 2. Bəli. M-ə də K-nı mənimsədəndə, yəni 2-ni mənimsədəndə artıq Bak burada birinci dövrü, belə deyək də, ifdən yuxarı dövrü tamamlayıp sonra bura düşmür. bəli.
Birinci var dövrünü ümumiyyətlə bu Yox. dövrü tamamlayandan sonra burada Hamısı içindədir də müəllim. Varın Bəli, içindədir. dövrün içərisində də axı edə bilmirik. Amma burada yazılsaydı, baxın siz deyən kimi, if buradan yazılsa, bəli, siz deyən kimi çox maraqlı sual verilir. Ben ona göre dikkat eləmişəm, ben varım. Hə, Ben yəni, böyle şeyler dikkat. bəli. Bir Baxın, sala girdim, sonra heç nə gözüm görmür. yox, baxın bu dövrün içərisində. Baxın dövrdədir. Bir dövrdədir Bildim deyil. ben babacığım. Yazın. Bəli, burada olsa dövrün çölündədir. Bu var bitəndən sonra ifə baxırıq. İf olsun, for range olsun və s. Qaydaq yenə dövr. Deyir ki, A-nın qiyməti hər dövrümüzdə var. Neçədir? 5640. Deyirik 5640 böyükmüş sıfırdan. İkinci dövrümüzdür. Deyirik ki, hər deyəndə A-nın 10'a bölünməsindən K bərabər. A-nın 10'a bölünməsindən alınan qalğı götürürük. Yenə belə deyim, sonuncu qiymət sıfırı götürürük. Bəli. A-ya isə nəyi mənimsədirik? A-ya isə 564. 564'ü mənimsədirik. Bəli. 564. Baxırıq. Yenə deyir, M kiçikdir mi K-dan? Baxın müəllimlər, M-imiz 2 idi. K neçədir? 0. Ödəmir də burada. Əksinə K-mız kiçikdir, M-imiz Bəli, böyük. bəli. Ödəmir. Bana yazmadı bu şey. Bəli, qartdıq ənd olduğuna görə də birinci ödəmədirsə, burada 0. 0'ı nəyə vursaq? Milyarına, milyarda da vursaq yenə 0. Qaydaq dövrümüzdə. Dövrə qaydırıq. Üçüncü dəfə dövrə qaydanda yenə deyil. A-nın qiyməti neçədir? 564. 564. Böyükdür sıfırdan. Deyirik, hə, böyükdür. Yenə qaydırıq. K-ya qiymət mənimsədir. A-nın 10'a bölünməsindən. A-nın qalğı götürür. Bəli, K-mız bu dəfə 4'dür. A-nın qiyməti isə A-nın 10'a bölünməsindən. 56. A-nın tam qiyməti 56. Bəli. Burada yenə yoxlayırıq. Deyirik ki, artıq M hansı qiyməti alıbdır? 2 qiyməti alıbdır. K-mız isə 4'dür. Deyirik M kiçikdir mi 4'dən? Deyirik hə. Sonra Bəli. deyirik K da 4'dür. Bəli, burada şərt ödəyir. Şərt ödəyinə görə M-ə K-nı mənimsədirik. K-mızın Benim qiyməti şey 4'dür. 4'dür. Bəli. Artıq 4'dür. 2 deyil. Artıq 4'dür. Qaydırıq yenə dövrümüzə. Bu dəfə də dövrə qaydanda 4-cü dövrümüzdə hansı qiymətlə? 56 qiyməti ilə müqayisə edirik. Deyirik, böyükdür mü 0? K6'dır. Bəli. Bu dəfə də K-nın qiyməti 6 qiymətini alır, A-nın 10'a bölünməsindən qalıq alır. A isə 10'a bölünməsindən alınan tam qiymət götürür. 5. Gəlir deyirik ki, 6. Bu Baxın, da burada 5. bəli, ödəyir. Artıq M-imizin qiyməti 6. Amma 5'də ödəmir. Onsuz da belə Bəli. deyil müəllimlər. Başa 5 qiymətində Yox, də. mən birincidən ümumiyyətlə sağlam belə deyək də, məni çaşdıran bu alt-alta yazılması. Bəli. E, Başa Əla. Bundan sonra, yəni belə deyim, 5 qiymətində dövr, gəlin davam edək sonra yazır. 5-ci dövrümüzdə isə bu da şərt ödəməli. 5 qiymətindən dövrə daxil olur. Deyirik 5 böyükdür mü 0-dan? Deyirik ki, hə, 5 böyükdür 0-dan. K-ya A-nın 10'a bölünməsindən alınan qalğı mənimsədir. 5. Bəli, 5'in özü. 5 çünki 10'a bölünmür axı, ona görə ədədin özünü götürürük. A-ya isə A-nın özü də heç bölünmür ona. Ona görə 0. 5. Bəli. Sonra deyirik, Hiç ödemiyorum. Bak. sonra deyirik M. Dedim K-dan. K-mız 5 idi, M-imiz isə 6'dır. Artıq ödəmədi burada dövr. Və dövrdən çıxırıq. Gəlirik yenə müqayisə edirik. Deyirik 0 böyük 0-dan, deyirik yox. Və dövrümüzdən çıxmış oluruq. Dövrdən çıxanda da artıq bizim əlimizdə Emin qiyməti 6 idi. bəli, M-in 6 qiymətini bizdən də nəyi istəyir? M-i çap etməyimiz. Ona görə də 6 qiymətini bu qayda ilə çap edirik. Baxaq növbəti.
Burada 1, 2, 3. Bu dövr operatorlarından hansında nəticəli pozulmamışdır? 4 ilə 5-də pozulub. 1, 2, 3-də pozulub. Niyə pozulur müəllimə nəticəli? 4 ilə 5-də mən 14-dən 7-yə -7 yaza bilər də geri qayıtmaq Bəli, olmur axı. bəli. 5-də də 10, 4, 3. Yenə -3 yazsaydı, yəni 10-dan 4-ə qədər -3 addım. Bəli. Əla. Növbət. Yəni bu da addımlara görədir problem. Bu da bizə deyir ki, klaviaturadan 50 ədədi daxil edilərsə, misalın qiymətini hesablayın. Bu misalı yazmışıq müəllimlər. Bəli, Bəli, Başa düşmüşük. bəli. Yəni burada dövrə daxil, çox sadə misaldır. Dövrə daxil oluruq, dövrü həll edirik. Dövrdən çıxandan sonra gəlir, sərbəstə baxırıq. mən keçən dəfə də işləmişim. Hə, var idi, ona görə yazdım. Məncə müəllimlər, buna baxmışıq keçən dəfə yoxsa. Mən də işləmişim. Mən yazmışım. Mən də yazmışam. Hə. Yəni çətinliyimiz yoxsa usta? 29 almışam onda da. Nizam müəllim, bu misalı həll eləmişsiniz? Necə həll eləmişsiniz? Birinci 8, 6, 3 hesablayacaq, sonra gətirib o A-nın yerinə qoyub, ya o təzdən onu hesablayacaq. Bu A 14 olacaqdı bunu hesablayanda. O birisi də 15'ti deyəsən. Bəli. Nizam müəllim, necə yazmışsınız bu misalı? Müəllim burada deyil. 8, 14, 3 dəfə 5'ində 15, 20. Tam aydınlıqsa hər kəsə keçən növbət. Bu da neymiş? Deyir ki, injinier sözü daxil edilir. Bəli, LNM edilir, foreign range'də. Para ediliyorsun. Bəli. Famik müəllim, Niyaz müəllim yazmışsınız sualları? Mən də yazdım. E hərfini axtarırlar, 3 dənə E hərfi olur.
Bəli, lənəm edirik. Neçə dənədirsə, bu da sayırıq. Bunlar neçə dənədirsə, 4, 7, 8, 13 dənə olmalıdır burada. Düzdürmü? Hər dəfə 15 dənədə 15. 15 hərfdən ibarət deyil. 15'ti, bəli, bəli. Mən səhv saydım. Hərflərin ikisini saymadım. Deyil 15. ki, boşluğu da sayırıq. Tamam, elə deyil ki. Bəli, əlbəttə ki, boşluqda sayılır. Bəli. Burada deyir ki, M-in inci elementi E-yə bərabərdirmi? Əgər E-yə bərabərdirsə, S də sıfırdır, sıfırın üstə 1 gəlir. Neçə dənə olduğunu sayır. Burada neçə dənə E hərfi var? 3 dənə. Bəli, 3-ü çap edir. Bəli, bu proqramı bu qədər belə böyük yazmaqdansa, bir dənə hansı əmrlə əvəz eləyərik? count. Yox. Bəli, E count. Bəli, mənim Count E yazsaq. Bəli, count E. Yəni E-nin deyir indeksini tap. Count E yazsaq kifayət. Müəllim, count yazsa, count belə deyilsə, indeksini tapacaq, birinci indeksini tapırsa. Xeyr, müəllim, count'un indeksi Yox, E'lərin sayını deyil. Count saymaq. gedir bir sayı. Siz nədir? Müəllim, siz hansını dəyişik saldınız? Find. Find nə? Bəli, Tapmaqla. bəli. Mən bunları qarışdırdım. Bəli, find, hə. Find E desə, gedər birinci və Birinci evli tapır. 5, 3, belə yaza bilərsiniz və sair. Yəni find hər cürə yazmaq mümkün. Find məsələn countdan çox genişdir belə götürəndə əlavə imkanları çoxdur. Faizddən müəllim, başqa da bir o qədər şey var ki, ondan Bəli, bəli. Bəli, indeks adam taş. aralığı da götürmək mümkündür, bəli. Onları mütləq təkrarlayın. Deyir ekrana çap olun. Mən deyəsən mat tapmışdım. Bəli, bəli. Ha, bəli. Mat, hə. 2-dən 5-ə qədər Bəli. eləyir. 2, 3, Sıfırdan 4'e kimi götürür. Yani sıfırdan 4-dən bu tərəfə də mat götürür. Matı. burada da baxın, deyir ki, əvvəldən 4-ə belə gəlir. düşün. 0, 1, 2, 3. Belə düşsə yazılır. Bəli. Belə. Şimdi göre hansı müəllim kəşf edildi bizim üstüne. Merhaba, bunları toplayanda aralarında boşluq olmalıdır ki. Yox, mənim yox. Yok. Orada elə cavab var idi. Mən yadımda qalmır cavablar. Burada cevaplar düzdür. Arasında boşluk yazmıştılar. Hə, Yani deyirəm bak, dənəsin. arasında boşluk yazdılar. Ama bundan başka ben baktım ki variant düz gelmedi. Yani ben de bunu almışım. Ama burada Hə, mən aslında də aralıkta onu boşluk olmamalı. Yox, Yox, mənim yoxdur. Düz deyil yaz mənim. Yəni onu Hə, götürüb yox, mən- hayatında yaz. Mən də o gibi dedim ki, yəni orada əslində boşluq olmamalıdır. Hə, bəli. Orada bize vermeyeyim bakalım. John verir ara O end zat verirdilər, boşluq Bəli, zat bəli, onu bəli. verməyiblər. Bəli, boşluqda iştirak elə. Bəli, bunlar da çox maraqlıdır. Ha, burada qoyub, testə qoyublar boşluq. Hə, qorxuram ama düz deyil. Çalışırlar, Python'dan istifadə edin. Python'da proqram yazmağa əlimizə alışdıraq. Məsələn, özlərinizdə işləyin, proqramlaşdırma sahəsində öz inkişaf elətdirin özünüzdə. Çünki növbəti illərdə sağlıq Ama o kaldı gelecek vekilliğe inşallah. Hə, yəni ona görə deyirəm, gələcək 5 illiyə görə deyirəm ki, çalışın, çalışın belə deyim, özlərinizdə işləyin. Orada diyor. Gelecek. Ha. Burada deyir ki, print int tipində. Birinci burada neyini etməlidir? Baxın, qüvvətə yüksəltmə yoxdur deyə adi arıcılıqla həll edirik. Ama elə bunu o kolları kimi gedirik de burada. Yani Bəli. savaşta da Hə, yəni biz bir kitabı. Onu 20 yazmışam, 8-ə böl. 25. 25'i de bölenler tam üstler düşür. 8. 8'i de 5'e bölende kalır 3 kişi. Bəli.
Bəli. Bəli də həll edirik. Əla. 11 qaldı diyor. Bir dənə 1 20. Az gün qaldı. İşte göndərdilərə yol açılıb. Hı? Eksporta yol açılıblarına görə. Bax, bu da proqram deyil. Nəticəsini müəyyən edin. Bu proqram heç deməyən proqram. Burada 5'ten böyükləri götürüb hər dəfə kanun üstünə bir gəlir. Bəli. Bəli. Hansı var ki 5-dən böyükdür. Kanun üzərinə 1 əlavə edib. Bir də mənim burada ilərkənlə qiymətini bir Ona ehtiyac yoxdur mənim. O usta bunları yoxlamaq üçündür. bəli. Yəni bir qiymət bir qiymətləri götürürük, yoxlayırıq. Bəli. Qiymətləri bir yoxlayırıq. Hansı ki şərti ödəyir. Şərti ödəyənlər də hansı oldu? 5-dən 6, 77, 8, 8. 5 aldım. Tamam. Bəli. 2'den 6 var, 2 8 var, bir tane 77. Bəli. Deyir, i bərabərdir. İn üzərinə bir əlavə edirik. Nə vaxt edirik mənim in üzərinə bir əlavə? Baxın, mən bayaq siz soruşduğunuz ki var idi. Ama onunla burada in üzerine belə deyək də, ifin bu ən axırda yerinə yetirilir də bu. Bəli. Bu müəllim, əgər buradan yazılsaydı, bax bu printin üstündən yazılsaydı, onda belə deyim, dövrdən çıxandan sonra bu sərbəstə baxardı. O bu sərbəst dövrün içərisindədir. Baxın, hər dəfə dövr eləyəndə şərt ödəmədi. Ödəsə, bəli, ödəsə də, ödəməsə də biz bu hissəni icra eləməliyik. Bəli. Bəli. Nizam müəllim, zəhmət olmasa izah eləyin 44-cü sualı. Özür hesab indi gəlmişəm. Sonra çağırmışdılar. İndi qulaq asıram hələ bu zahmə. Ona görə başa düşməmişəm heç. Gəlin başa düşək bu sualı. Əfsanə müəllimə, zəhmət olmasa deyin izahı. Mən bayaq dedim. Müəllimə də desin. Mənim bir dənə test, hə. Mən yəni qaydası ilə desəm, yəni burada yəni i kiçikdir deyil 16. İnin qiyməti 0-dır. 0 16-dan kiçikdirmi? Bəli. Ona görə gəlirik AI. AI-miz də A0-dır. A0-a baxıram ki, burada yuxarıda A0-ın qiyməti 1-dir. 1 5-dən böyükdürmü? Xeyr. Ona görə həll eləmirik işlə. Hər dəfə, amma bu i bərabər i plus 1-i hesablayırıq. Yəni i plus 1, ya 0 üstünə 1 gəlirik, 1, 1 üstünə 1, 2. Hər dəfə eyni hesablayırıq. Yəni bunun asan yolu odur ki, AI nə vaxt 5-dən böyük. 5-dən böyük qiymətlər hansılardır axtarıram. Biri 6-dır, biri 77-dir, 2 8 buradadır, bir də 6-dır. Hər dəfə onları tapanda K üstünə 1 gələcək. Məsələn, 6-nı tapanda K'mız nədir? 0-dır. 0 üstünə 1 gələndə 1 eləyəcək. K'mız 1 oldu. Gedəcəm sonra hesablayacaq. Bunlar heç 5 almayacaq, 1 almayacaq, 4 gələcək 77. 77 olanda yenə K'nın üstünə 1 gələcək. 1 idi, 1 üstünə 1, 2. 8 olanda yenə ödəyir. 2 üstünə 1, 3. Yenə bu birisi 8 onda ödəyir. 3 üstünə 1, 4. Ən axırda bu birisi 6. 6 da 5-dən böyükdür, bəli. Ona görə 4 üstünə 1, 5. Bizdən K'nın qiymətini soruşuruz. Bəli. Buyurun müəllim, izah edin zəhmət olmasa. Keçin növbət.
Burada 45-ci sual var. Return-a aid çox sadə misal həqiqətən. Yağmur'a ne deyirsən? Baxar. Deyirsən. Burada bizə deyir ki, result n çıxılsın 1. Baxın else qovunda. Nə qədər ki, n-in qiyməti belə deyim, şərti ödəyir. Yəni 1-dirsə, 1 olana qədər n-in qiyməti 1 olana qədər dövr eləyirik. İndi isə result 5 qiymətini verir. Yəni n-in yerində hansı qiymət dayanır burada? 5 dayanır. Gətir burada yazır. Baxın, burada n-in yerində 5 dayanır. Bu deyir dövr edildi. Nə qədər ki, n-imiz birə zarar. Else. Bəli, məcbur else-yə düşürük. Şərtimiz ödəmir. Burada yazılır. 5 vurulsun. Result. 4. Bəli, n çıxılsın bir dəfə. 4 hesaplayacağım. 4 vurulsun. Result. 3. 120 almışam burada. Hayır, 120'dik. Bu elə 5 faktoriyalın Ben onu derdim. Bu faktları al. Bəli, 0 qiymətini Bir. verəndə biz 1 götürdük. Yok bir olanla bire düşüyor. Sıfır olanla yok. Bire artı şurada bire beraber değil. Tamam. bəli. Bəli. Bəli, cavab eləyir 120 qiymətini. Ödədiyinə görə cavab hanı 120, 120. Əslində sadə misal. Baxıb növbəti. Burada deyir ki, avtomobil sözü yazır. Bu Bilal olmalı. Ama biraz A6'mız bıdır. baxın 0. 7 A6 əslində indeksinə görə 6 bıd. edir B, üstə gələr. A7 İyi mi? ona qədər il, üstə gələr. A-nın A0'mız A'dır. menfi bildarla. A mənfi 1 de bu tərəfdən başlayırıq. L hərfi. Əla. Bilal. Maraqlıdır, bəli. Bir daha var yazsın. Baxaq növbəti. Burada isə deyir ki, klaviaturadan 3 ədədini daxil edilərsə, misalımızı hesablayın. Dəqiqəl özündə paylaşın. Baxaq. Klaviaturadan 3, daha sonra deyir 7 ədədi daxil edilərsin. 3 və 7 ədədi daxil edir. Deyir ki, A-nın və B-nin qiymətləri müvafiq olaraq 3 və 7 qiymətləri. Çünki bizdən sum A, B-ni istəyir axı.
Burada Burada deyəsən 3-dən 7-yə qədər olan ədədlər cəmləyir. ha, bəli, 3 və 7 yazırıq. Burada isə proqram hansı işi görür? Burada 3, burada da 7 üstə gələk 1. Yəni 8. Bəli, 3-dən 8-əcən olan ədədlərin i hər dəfə bir qiymət alır. Hamısını da cəmləyir. 3 üstə gələk 4, üstə gələk 1. Əslində çox sadə misaldır. Düzdürmü? Üstə görə 7, Bəli. Neçə alırıq? 20, 25. Əla, aferin. Əla. Əfsanə xanım, kurikulumu necə eləyirik? Mən Hazırlaşırıq kurikulumdan. hazırlaşıram mən. Belə də yaxşı deyiləm. Dərsdən sonra mənə yazarsınız mütləq. Mən yadımdan çıxıb keçəcək. 3-4 dənə, 3-4 dənə yazıram. Mən sizə materiallar atacağım müəllimə. Yəni maksimum 6-7 dənə yazaq. Mütləq mənə yazarsınız dərsdən sonra. Həqiqətən çox yaxşı. Yəni bütün müəllimlərimiz yaxşıdır. Siz də yaxşı irəliləyirsiniz. Yəni 51 kilos yaza bilərsiniz rahatlıqla. Bir balaca kurikuluma baxsınız. Sağ ol. İnşallah. Ben onlardan atın grupa biz de bakalım. Bana da demiştiniz atacağım atmadım. Yaxşı, qrupa atacağım onda. Əslində atdım müəllim. Qrupa ümumi atdım, sonra gördüm baxılmır. Düzü sualların ardına əlavə eləyirdim. Sonra gördüm o qədər baxılmır. Müəllimlər deyir ki, bu çoxdur bundan. Ona görə yazmadım. Aslında ümumiyyətlə nə olur olsun yaptırılsın, yəni formatda müzakirə edəndə yadda qalır. Müzakirə edəndə yadda qalır. Əsasda kurikulum, bəli, müzakirə ilə. Bundan sonrakılara mütləq kurikulumda əlavə edəcəm. Sabahkına elə kurikulumda əlavə edəcəm. Əsas düşən mövzulardır. Deyir ki, bowling, hokey sözləri yazılır. B'nin birincisini, B'nin üçüncüsünü. B'nin birincisi hansıdır? Burada bok olmalı. Bok. Bok. Hə, bu da asan idi. Bəli. Bunu da yazmışdım. Buradan biləcəklərdir. Bəli. Mən bunu elədim, amma bir nəticəyə gəlib çıxarırım. Burada benim birinci indeksini soruşursa, o değil müəllimə. Bəli. Birinci burada şey hesablayır. Ha, B1 üstə görə B3. Bir değil. Okey. müəllimə. Ok Burada- eləyəcək. Yox, mən də elə götürüb ok yazdım. Amma Ha, yo, bəs mənim ikinci var axı hələ, pirinç sözü. senin sözündə də axımda baxdım bir şey anladım. Var, pirintdə A, Burada E, ok elədik ama İranca, bak burada ok. Sonra idealı nədir? İranca yoxdur deyə, Sıfır. bir dəfə 0 qoyasınız, bir dəfə 1 qoyasınız yerinə. Ha elə, ha. Hə, ranca olanda 0-dan 1-ə qədər, yəni bir dənə 0 qoyacaqsınız. Amma ranca yoxdur deyə hər ikisini götürərsiniz. 0-ı da 1-i də. Sıfır da götürüyorum da bilirdim. Ben de deyirəm burada 0-1 verilirse bir dənə sıfırdırsa onda Hə, o B hərfi olur. bu yok A'nın elementi değil bu. Hə də A0-da B olur, A1-də də O hərfi, bo. O birisi də okla da birləşdirib, bok. Bok. Bok da işte. Baxaq, suala deyir ki, Avtologada misalları həll edilir. Bağa 120, sağa falan. Ben bunu səhv yazandan sonra mən tapdım. Ha, bəli, necə? Hə, bunu mən yazmışdım. Bəli, nə fərqi bunlar? Burada mən topladım, çıxdım. Yani en yaxşı üsulda oldu bu. Hə, topladım. Sağa deyəndə topladım, sola deyəndə çıxdım. Sağları ayrı topluyorsan solları ayrı. Bəli. 120, 80, 200, 200-dən 40 çıxdım. 160, 160 üstünə 20, 180. 180-dən 60. 120, 120-dən 70 çıxanda 50 eləyir. 53. İlkin və durduğu yerdən sağda 50 dərəcədir. Yəni bizdən soldanı soruşur. Solda da 310. Bəli. Mahmud müəllim, aydındır sizə bu sual? Bu müəllimlər məncə çoxu 50 götürüb. Hə. 50. Amma qaydada şeydə də solda soruşur. Ona görə 310. Bəli.
Sağ olanda toplayır, sol olanda çıxır. Bu qaydayla baxaq. Bundan sonraki misal həqiqətən maraqlı misaldır. Müəllim, bir dənə, bir də siz çox xahiş edirəm, özünüz bir dənə diqqətlə baxın, səhv variant olmasın. Adamı o qədər şeydən salır, ruhdan salır ki. Bunda yox idi məncə səhv variant. Yomunda yox idi, yox. Yox, daha düzəltdi. Biz siz nədədir? Bəli, o proqramın özündə elə var idi, narahatçılıq, düzəldi, o ayarlardan düzəldi. Birinci özünüzü gözləyərdiniz, yəni dediyim oldu ki, Bəli, çünki adam motivasiyadan düşür də, nə qədər olmasa, deyirsən, bəli. biraz belə deyək də, çətinlik olur, işləyə bilmirsən, istərsəmən adam o əsəbləşir, pik nöqtədə olur da elə. Bəli, artıq yazmaq istəmirsiniz. Hə, yox, düzəldi artıq. Bunda da düzəldi, inşallah o birlərdə də olur. Hə, burada nə edirik müəllimə? Baxın, bu bizə deyir ki, A-nı B-yə vur, inkar et. Yəni A-nı B-yə vurmaq nə deməkdir? A-la B-nin bax bu ortağını, A-la B-nin Çətişməsi də. bəli, 3-lə 6-nı inkar eləyir. 3-lə 6-nı inkar eləyib, digərlərini götürür. Ondan sonra deyir ki, bu hansı əməl idi? Baxın, ox işarəsi hansı əməl idi? Necə? Hansı əməl? İmplikasiya. Yox, yox. Neydi bu? Sonuncu nə idi? Ekvivalentlik deyil ki məncə? Ekvivalentlik, bəli, ekvivalentlik. Bəli. Deyir, ekvivalent elə, ekvivalent et. C ilə B-nin, belə deyim, birləşməsi ilə. Birləşməsi. Bəli. Baxın, Yəni ekvivalent, yəni neyinə mən onu tam da tutura bilmirəm onları, yəni qarışdırıram bunları. mən Ekvivalent yəni nə demək istəyir ki, nə birləşməsini ekvivalent edir. yəni ki, Bir-birinə bərabər edir, yəni yoxsa yox, nədir ekvivalent? Baxın, ekvivalentin doğruluq cədvəli nə tər idi? Əslində nə deməkdir ekvivalentlik? eyni güclü. Ay, sağ ol, bəli, əla mənim. Bəli. Əgər eyni güclüdürsə, onda bu ifadənin doğruluq cədvəli hansı qaydada olar? Yəni, biri o birinə ekvivalentli, eyni güclüdür. Onda İlqar müəllim necə yazar? Düz götürmüşdünüz mənim bu misalı. Bundan səhv eləmişim. Başa düşmədim. Əfsanə müəllimə zəhmət olmasa deyil mi zəhmət? Mən də başa düşməmişəm. Ümumiyyətlə, məntiq əməllərində Belə bir cədvəl var idi. 1, 4 dənə 1, nə bilim, 4 dənə 0, sonra 2, 1, 2, 0, 2, 1, 2, 0. O harbi, onun hansıydı? Bu değildi ki. xeyr, bu ekvivalent, mən belə deyim, o doğruluq cədvəlidir. Doğruluq cədvəlində bax. Onun da doğruluq cədvəlini uyğun yazmaq. Hansında iştirak edir, hansında iştirak etmir. Onlara baxın. Mənim də doğruluq cədvəlini gəlin yadımıza salaq. Hansı idi doğruluq cədvəli, ekvivalentliyin? Necədir ekvivalentliyin doğruluq cədvəli? Yadımızda deyil. Bəs dizinksiyon Deyirsən bir dənə sıfırda bir alırdı, yoxsa nədə bir alırdı, qalan hamısı sıfır idi, nə görə bir şey vardı. Ekvivalentlikdə bəli, axırda bir dənə sıfır biri olurdu, qalan hamısı sıfır olurdu.
Baxın. Burada Ekvaliystlikdə Ekvaliyyətdə 2 doğru, 2 yalan var idi. nə tər İlqar müəllim? 1-1. İlqar müəllim nə Mənim tər? ekvaliyyətlikdə doğru, doğru, doğru. Doğru, Yalan, yalan. yalan, Bir də yalan. yalan, 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 doğru. Yalan doğru. Ha, deyirəm də 2-1, 2-0. Bəli, bir dənə doğrumuz var idi. Belə çəkək. Bir doğru, doğru, doğru idi. Bir də yalan, yalan doğru idi. Bəli. İndi biz bunu Baxın. Başlayaq bu dördümüzün də çəkək. Müəllimlər, gələn dərs sabah inşallah çalışır, sabah dərs keçək. Sabah dərsdə bir dəfə də bu məntiqi ifadələrin üzərindən keçək. Çünki ən çox da bu ifadələrdə, əgər bu tiplərdə çətinlik çəkir, səhv eləmirəmsə, Niyazi müəllim, siz demişdiniz də bu tiplərdə biz çətinlik Bəli, çəkir. bəli. Hə, bunları mütləq baxmalıyıq. Çünki orta məktəb kitabında var məntiqi ifadələrdir. Yəni böyük ehtimal ki, bunlardan düşəcək. Sağ ol. bu sadələrin bilirəm mən. Bir Yox. imenli belə